Salam değerli VIP maçları izləyicilərimiz. Bugün sizlərə Maçlar əsasında Maçlağa Buzonu yolunun üstündə 131 nömrəli marşrut xəttindən cəmi 50-60 metr məsafədə 4 sotun içində belə bir şəxsi tikili evlə sizi tanış edirəm. Dəyərli izləyicilər, hal-hazırda evin həyətyan sahəsindəyik. Sağda deməli belə bir yarı tikili. Həm otaq kimi istifadə eləmək həm yay mətbəx kimi istifadə eləmək Belə bir tikilisi mövcuddur. Və burada da sanitar qovşaq yardırmaq üçün yəni yeri var. Tikilib, hazır üstü bağlanıb. Dediyim kimi, ev özü də içərisində bəzi işləri qalıb, yəni tam təminli deyil. Bəzi işləri qalıb, amma bu vəziyyətdə satılır. Ev özü yerdən kürsülüdür. Həyətin bu hissəsində yerləşir. Deməli, belə bir torpaqlıq sahəsi evin arxasına keçmək mövcuddur. Alt hissəsi padvallandır. Belə bir gördüyünüz kimi şambosuna qədər qazınıb hazır vəziyyətdə. Hasarın o biri tərəfi küçəyə baxır. Yəni ki, hər iki tərəfdən küçəyə çıxmaq mümkündür. Burada darvazası böyükdür. Göstərim sizə. Tabii geniş həyətdir, darvazası böyükdür. Qalxın evin içərisində sizi tanış edeyim. Deməli, burada nədir? Həm evin içərisində sanitar qovşaq hamam otağı tikilib, həm də bu hissədə tikilib. Yəni, kim istəsə düzəldib, istifadə edib biləcək inşallah. Bura, deməli, evin koridor olan hissəsidir. Solda belə bir qonaq otağı da, onu deyim ki, ev özü də böyükdür. Yəni, otağı çox genişdir. Cüt daşlandır. Sağda yerləşir belə bir mətbəx. Solda belə bir yataq otağıdır. Bu hissədə belə bir digər kiçik yataq otağıdır. Və burada isə sonuncu yataq otağıdır. Və dediyim kimi, evin içərisində sanitar qovşaq düşünülüb. Belə bir tikintisi var. Dediyim kimi, evin bəzi gördüyünüz təmin işləri qalır və bu vəziyyətdə satılır. Yerləşmə edən yola yaxındır. Hamdollar yaxınlığındadır, düz qapısının ağzındadır. Sənədi bələdiyyənin sərəncamıdır. Qiymət isə deyilir 60.000 manat. Real alıcıya indirim var sahibi tərəfindən. Əlavə bilmirəmsə aşağıda səhifədə var. Bu və digərlərlə tanış olmaq istəyirsə səhifəyə baxa bilərsiniz. Biz də unutmayın, sağ olun.